Usta, kombi xarab olduqda müştərinin özü nə cür müdaxilə edə bilər? Kombinin hər hansı bir nasazlıq baş verdikdə ilk olaraq müştərinin edə biləcəyi xətalar, hansılar bərpa etmək lazımdır, onlardan danışacaq. Deməli, suyun təzyiqinin aşağı düşməsi. Bütün kombilərdə manometr ya ekranda, ya da aşağıda su göstəricisi var. Su birdən aşağı düşdüyü zaman kombimiz xəta verə bilər. Onun üçün kombimizin altında doldurma vinti ilə suyunu doldururuq, bitdi. Əgər bu problem aradan qalxmırsa, ustaya müraciət edəcək. İkinci problem, evdə qaz kəsintisi olubsa, mənzildə və yaxud obyektdə qaz kəsintisi olarsa da bu hal baş verə biləcək. Nə etmək lazımdır? Reset düyməsini basmaq lazımdır. Reset düyməsindən sonra avtomatik olaraq kombimiz işə düşəcək. Müştərinin özü ancaq bunlara müdaxilə edə bilər. Hər hansı bir başqa bir problem olduqda müştəri müdaxilə etməməsi, ustanın müdaxilə etməsi düzgün seçimdir. Çünki kombidə yaranan problemi təmir etmək asandır, amma müştərinin işi bilmədən edilə biləcək böyük bir səhvlər, yəni böyük bir xərclər tələb edəcəkdir.